Ata tərəf yeyə durmadı uşağa. Mənim balam onu aparıb bastırıb öz yadımızda masallada. Ölüm qoyublar 5 saata deyib, əgər o uşaqlar götürülməsə öləcək. Hələ aparırsın eləyiblər. Apa indi yazıq uşaq hələ işə gedir. Bəzən həyat ən ağır sınaqları ən böyük möcüzələrlə cavablandırır. Sumqayıtda cəmi 540 qram çəki ilə dünyaya göz açan balaca Nurun yaşamaq hekayəsi bunun bariz nümunəsidir. Vaxtından xeyli əvvəl doğulduğu an əkiz tayını itirən və ilk nəfəsindən etibarən süni tənəffüs aparatına bağlı qalan bu körpə, ölüm və həyat arasında uzun aylar davam edən səssiz, amma inadkar bir mübarizə aparıb. Nur, yeni doğulmuşlar reanimasiyası şöbəsində peşəkar həkim heyətinin gecə-gündüz davam edən səyi, diqqəti və fədakarlığı sayəsində həyata tutuna bilib. Kəskin tənəffüs problemləri, riskli vəziyyətlər və saysız hesabsız tibbi müdaxilələr. Amma bütün bu çətinliklər qarşısında həyata qalib gəlib. Hamiləliyin 23-cü həftəsində dünyaya gəlib bu körpə. Cəmi 540 qram çəki ilə. Valideynləri uzun müddət uşaq həsrətində olub. Həkimlərin səyi nəticəsində bu uşaq sağ qalıb və adını isə Nur qoyublar. Bugün artıq çəkisi 2 kilograma çatan Nurun həyatı üçün təhlükə aradan qalxıb və o evə buraxılıb. Onun yaşamaq hekayəsi müasir tibbin gücünü, vaxtında göstərilən ixtisaslaşmış tibbi yardımın və insan həyatına çevrilən dəyərin nə qədər önəmli olduğunu bir daha sübut edir. Bu möcüzənin arxasında həm də bir ananın 15 illik həsrəti dayanır. 48 yaşlı ana uzun illər övlad arzusu ilə yaşayıb. Həyat yoldaşının bu çətin dönəmdə onları tərk etməsi isə ağrını daha da dərinləşdirib. Amma nənə Tamara Əhmədovanın dediyi kimi, bütün çətinliklərə baxmayaraq Nur bir ailəyə ümid, işıq və yaşamaq sevinci gətirdi. 6 ayından bilmirəm, 2 gün, 1 gün qalmış uşaqlar olub elə. Əkiz olublardan da? Hə, əkiz 2 dənə. Oğlanı 3 gün, bilmirəm 4 gün qalıb ölüb. Ölüb. Ata tərəf yeyə durmadı uşağa. Mənim balam onu aparıb bastırıb öz yadımızda masallada. Öz mənim yoldaşımın ayaq tərəfində bastırıb. Həmin bax o uşağa. Onlar yeyə durmayıb. Uşağın əkiz oğlan tayını deyirsən? Hə, onlar tərəf yeyə durmayıb. Qaynanası deyib, şəkərəm, pulum yoxdur. Və biz nə ağarmışıq? Qardaş, 2 bacısı, bir özüm, kartım hələ indiyə qədər dövlət yadındadır. Pul ora köçür. 2 dənə də yezinəm. Hamısı ona qoy, dədə birinə manat qoymayıq. Bunlar ağlamaya ilə, yadına bunlar uşağı yad edir. Dünya gözləri müsibət. Ancaq sağ olsun o dünya həkim, xalda həkim, İlham həkim. Var olsun. Onlar xilas etdilər bu uşağı. Həm anası da ağır vəziyyətdə olub, hə? Ölüm qoyublar 5 saata deyib, əgər o uşaqlar götürülməsə öləcək. Nurun hekayəsi vaxtından əvvəl doğulan minlərlə körpə və onların valideynləri üçün bir ümid çağırışıdır. Həyat bəzən çox zəif başlayır, amma sevgi, inan və fədakarlıqla möcüzələr gerçəyə çevrilir. Nizami Rəsulov, Fərəd Ələkbərli, xüsusi olaraq Dinas TV üçün.